Geldim görüp bağırdım, bunu da çarptılaşlayıb. Kimdir bu eləyən? Nə məsələdir? Ha? Kimdir bura eləyən? O maşınlar hara yoxdur? Gecə qara cüzə qara deyib qoruq ərazisində qeyri-qanuni işlərə başlayanlar elə iş başında yaxalandılar. Vətəndaşların ayıq sayıqlığı, qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsinə mane oldu. Dün axşam baş verən terrorun gecə ilə. O bu bir qaya. Bu iki qaya. Qara günü qoyub tarixi abidədir. Bu da 2 lövhə qayalıqda vurulmuş. Böyle lövhələr çoxdur, xəbərdar edici. Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib. Hadisə rayonun Buzovnan qəsəbəsindəki qoruq ərazisində. Hal-hazırda dayandığımız bu ərazidə qeydə alınıb. Məlumata görə gecə saatlarında 2 nəfər gələrək həmin bu ərazidən gördüyünüz bu qaya daşlarını oğurlamağa cəhd ediblər. Bu günləri burada baş verən hadisələr ki var. Bu gün bu baş verən hadisələr mən yatsaydım yuxumda görə bilməzdim ki, qaya nədir, qayanı gəlib oğurlamaq nədir. Həqiqətən söz tapa bilmirəm danışmağa. Gəliblər gecə saat hardasa 1-2 radələrində biraz əvvəl gəliblər bu qayaların 4 dənə qayanı çıxardıblar buradan. Qoşub aparmaq istəyiblər gecə yarısı. İndi çox güman ki, hardasa heyətlərində, hardasa bu nəsə düzəldəcəkmişlər. Amma bura bu adi bir daş deyil də. Bura bir təbiət abidəsidir və buranın min illərlə tarixi var. Bura bəli, artıq Azərbaycanın, yəni milli sərvət statuslu qoruq ərazisidir. Yəni qoruq ərazisi Azərbaycan Respublikasının xalqının da milli sərvətidir. Qoruq ərazisi təşkil olunsun deyə təbiət abidələrinin təşkili qaydası var bizim qanunvericiliyimizdə və o qanunvericilikdən irəli gələrək Ekologiya Nazirliyi idarə olaraq, Xəzər rayon İcra Hakimiyyəti isə mülkiyyətçi olaraq öz məsuliyyətlərini yerinə yetirməlidirlər. Həm qanunvericilik qarşısında, konstitusiya qarşısında, xalq qarşısında, dövlət qarşısında, ana vətənimiz, ana sərvətimiz qarşısında. Yəni vətəndaş olaraq biz vətəndaşımızı xilas etməkdənsə oğruyuruq. Valla at oğrusu, inək oğrusu görmüşdük, qaya oğrusu görməmişdik. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baku TV-yə bildirilib ki, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalara başlanıb. Polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb. Araşdırmalarla qanunsuz işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasınınsa 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib. Faktla bağlı Xəzər rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ələsgər Cəfərov məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.